Oktyabrın 10-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında gənc kursantların hərbi and içmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib. Mərasimdə Fövqəladə Hallar Naziri General Polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və nazirliyin məsul vəzifəli şəxsləri, Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuranın üzvləri, Fövqəladə Hallar Nazirliyi Akademiyasının müəllim və professor heyəti, kursantlar və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə dövlət himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı təntənəli surətdə meydana gətirilib və yeni qəbul olmuş kursantlar hərbi and içiblər. Mərasimdə çıxış edən Fövqəladə Hallar Naziri General Polkovnik Kəmaləddin Heydərov kursantları, məzunları və onların valideynlərini təbrik edib. Nazir bildirib ki, indiyədək Akademiyanın 1270 məzun bitirib və həmin məzunlar Fövqəladə Hallar Nazirliyinin müxtəlif strukturlarında fəaliyyətini davam etdirir. Mərasim Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə leytenant hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib. Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Əliyev, Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini yaş kötüyünə vuraraq məzun yoldaşları adından and içib. Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu 4-cü kurs kursantlarına təhvil veriblər. Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb. Çox sağ olsun Fövqəladə Nazirliyi. Bu gün oğlumuz məktəbi qutarıb, 4-cü kursu leytenant alıb, qırmızı diploma qutarıb. Sevindiyim həddi hüdudu yoxdur. Bütün məzunlara, bütün kursantlara bayramı təbrik edirəm. Xeyirli, uğurlu olsun. Gələcəkləri parlaq yerlərdə olsun. Nərminə Kamalova, Orxan Balayev, APA TV.